Yeni bir Minecraft videoma hoş gelmişsiniz. Bugün Minecraft'ta çektiğim o video var idi. Yeri YouTube değil bu. Ama yeri Aternos mi? Bu. Bu oyun için eninde sonunda bir güncelleme yapılacaktır. Görürsün ne mənada değildir. Maraqlı geldi biraz. Keçən videonun çox izlənmişdi, 152 izlənmişdi. Ona görə bunun devamını çəkirəm. Minecraft devamı çox sağ olun, yəni belə çox izləndiyinə görə. Yataklar harikadır, gecik. Enderman dili İngiliz, əslində tərsdən İngiliz gedir. Məsələn, hello olle. Yəni Enderman dili də salam olle deyirlər, yəni. Onda çox asandır ki, Enderman dilini öyrənmək. Ne zaman yüzdüğünüze dikkat edin. Çok uzun süre eşyalarınız öldüğünde yere düşer. Onları almak için dönerken acele edin. Sınırsız canınız necə var? Siz başa düşmədiniz yəqin. Sınırsız canımız var həqiqətən. Necə deyim? Hayatta kalma modundayım ama yine sınırsız canım var. Çünkü bir canı itirdim. En son bir köyde kalmıştık ve o köyde 16 tane saman maliyesi ve bu kadar tekmilləşmişdik. 3 almaz belə tapmışdım. Full demir set olmuştum. Crafting table falan her şey envanterimler. Bir demirim kalıp 3 almasını takıp 3 tane bunlar. Konumum 212 62 53. Oynanan günlerin sayı 1. Bir gün oynayıp dayanmıştım. Siz daha yani benim videolarımın keyfiyetini beğenirsiniz mi? Bugün bu defa ne inmeliyik? Bugün mədənə getməliyik. Əlimdə dəmir qazmam var. Onsuz şeyim olmayacaq. Bəziləriniz mən Minecraft'ın ilk görüşdə nə olduğunu bildiniz, yəni onlara görə biraz təəccüblənirəm. Mən eləmişdim desin keçən bölüm. Eləməmişəm. Yəni mən bunu eləməyəcəm desən. Biraz odun qıracağam. Bir de korkmasam bunu da halledeceğim. Meşale alaq biraz buradan. Kənddə yəni olmağın görürsən yəni hansı avantajları var. Sınırsız meşale. Gelin biraz da toplayayım. Özüme bir ev tikmək fikrim var bu bölümde. Ev değil de biraz base tikmək fikrim var yani. Hayatta kalma modunda bir base tikəcəm. Böyük bir base. Heç Minecraft'ta yani çok yaxşı base tikən bir adam deyiləm. Yəni sizə əvvəlcədən deməyəm, mükəmməl base'lər tikənmirəm. Almas balta eləyəcəm və ondan odun qırmalıyım. Çünki bir base'imi odundan eləyəcəm. Odundan və qırıq daşdan olacağına görə. Yəni mənim də bir xeyli oduna və qırıq daş ehtiyacım var. Almaz balta. Almaz da gitti. Olmazlar da. Ama yaxşı bir avantajım da var da yani. Minecraft oynuyoruz hal-hazırda. İndiyə qədər 4 dəqiqə keçib indiyə qədər köhnə bölümdə gitməyəm. Köhnə bölüm çox uzun keçmişdi. Çox uzun bir köhnə bölüm. Amma yenə bir xeyli izlənmişdi. O da yaxşıdır yəni. Bir xeyli izlenen uzun video, yani bir 10 dəqiqəlik yəni mənim kanalımda olan videoların çoxusu qısadır, yəni çox yəni uzun değil. Mənim bir xeyli short videomda olan görebilirsiniz ki mən biraz short videoya maraqlı olanam. Taxta balta ilə olsaydım indi bu qədər qıranmamışdım heç.
Neyse onu da kıramayacağım ama yenemiyorlar. Bak bitirmek istemiyorum ama ona blok kıran vakti daha çok odun kırabilirim. 23 tane indidən qurmuşam. Almas balta eləmişəm. Bölümün gələcək bölümlərində, bu bölümdə yox. Yəni bu Minecraft serisi, yəni yəqin ki biraz uzun çəkəcək. Çünki mən Minecraftda yəqin çox belə təkmilləşə bilirəm. Yəni oyunu indiyə qədər sadəcə bir dəfə bitirmişəm. 2 ildir Minecraft oynayıram, amma oyunu bir dəfə bitirə bilmişəm. Mən bunu niyə dayıcı qaçıram? Boş yere baltamın canını aparmayayım. Bu balta mənə özümü müdafiə etməkdə də kömək eləyir. Eləyər yəqin. Normalde daha az başka şeyler de eləyə amma eləmədim. Çünki mən bilirəm ki, böyük bir beysə ehtiyacım olacaq. Büyük bir beys üstündə çoxlu, yəni odun falan lazımdır da, yəni. Belki de 4.64'lük odun bile 4.64'lük tahtaya ihtiyacım bile olabilir de yani. Hələ ki video qəşəng gedir. 49 dənə odun qazabilmişəm. Son Minecraft videomda yəni dediyim kimi də yəni bir xeyli izlənmişdi. Yəni mən kanalımda en çok izlenen Minecraft video, yani geçenkinden evvel de, yani kanalımın ilk Minecraft videosuydu. 86 izlenmişti. Bu işte 152 izlenerek rekordu kırdı. Sağ olun, biraz şərhləri çok yazın. Şərhlərinizə cevap veririm ve hamısına ürək atıram. Şu şərhlərinizi də oxuyuram mən. Geçen dəfə də, yəni mən keçən Minecraft videomda çok başarılıyım ama 69 tane bir şeyim var. Bir tanesi kırsam 70 tane olacak. 70 tane odunum var. Bu mənə bəsdir. Görmeyebilirim. Yeniden doğma noktası ayarlandı. Sadece geceleri ve gök gürültülü fırtınalarda uyuyabilirsiniz. Gün bitti ama eliyeti şeyler. Gün bitti. Eliyeti şeyler bitti. Gün bitti ama o. Geçen bölüm 13 dakikada bir gün tamamlamıştım ben. Bu defa daha çok oldu. Bu Minecraft videosu biraz daha uzun olacak diyorsun. 20 dakikalık böyle olabilir. Ama esas olarak ki çok izlensin. Ve bir hayli de like var idi yani. Kanalımın en çok izlenen videosu yani bu kanalımda yani. O da bazı izləyicilərim həqiqətən çox kanal açılan kimi gələn izləyicilərimi mən tanıyıram da yəni. Bəziləri mənə yorum yazmışdılar. Yorumlarına da cavab vermişəm. Bir postumda biri mənə yazmışdı. Özü bilir yəqin ki kimdir, amma mən onun adını çəkmirəm. YouTube qaydaları lazımı adını çəkəmirəm. Aha. İndi base inşa eləməyə başlamalıyam. 70 tane odun olacağından əminəm. 70 99 70 tane taxtam var. 70 tane odunum var mənim də burada nə? Burada bir 57 tane bundan. İndi bunun da üstüne gəlsin biraz. Mümkün olan qədər çox qəşəng bloklar istifadə eləməliyəm. Neçə 64'lük olacaq? Mükəmməldir. 64'lərlə heç vaxt Minecraftda bu qədər qazmamışam. Bunlar təbiyənə qədər gecə olacaq, olacaq deyə desin də. Çünki indi besin gözəl bir yer tapmalıyam.
Çünki base mən inşa edərəm. Siz də inşa edərsiniz, amma yer lazımdır. Mən daha əvvəl çox böyük bir base inşa eləmişəm, yəni. Base inşa eləmə üzrə yaxşı keçmişim var, yəni. Base'e bax, mən bu cür inşa edirəm. Əminci baxın, bax, buna bax. Hemen yapıları tez eləmək üçün, yəni tikinti işlərini tez eləmək üçün, bax, bloku üstdən çıxaram, bax, belə gedərəm. 2-2 gedərəm. Ondan bir blok qoyanda, mən 2 blok qoyanda, mənim tikintim daha tez gedir, elə bir ki. Yəni, biraz tez eləmək lazımdır da, yəni. Günlərdir ki, onun sonra Minecraft'ta yana girmirdim. Yəni, siz də darıxmayın, yəni. Buranı deyəsən, lag eləyəcəm. Baxaram, yəni, bəlkə lag verəmədim, bəlkə. Bu seri bitəndən sonra yəqin ki, bir müddət Minecraft videosu gəlməyəcək. Yəni, bir müddətdə, yəni, deyirəm. Yəni, həmişəlik demirəm. Yəni, bir müddət yəqin ki, bu video demirəm, amma yəni. Mən bu Minecraft videosunu bir cürünə çəkdiyim videoda, yəni, o cürünə. Hələ buraları lag verəməliyəm. Buranı tez belə lag vereyim bunu. Bu hissəsini lag vereyim heç olmazsa. Hara getdi? Bir şeyler olur Minecraft'ta, neyse boş ver, yəqin bir xarablıq olub da. Siz də kanala abunə olun və video like atın. Bu həftə mənim kanalım üçün çox uğurlu oldu. Yəni kanalım üçün çox uğurlu bir həftə oldu. Yəni bunun üçün də sizə görürəm, bir xeyli videolarım bir xeyli like aldı, bir xeyli yorum, bir xeyli like. Bəzən videolara yorumlarına biraz geç cavab verə bilərəm. Yəni onun üçün bağışlayın. Gedirdim, az qala gedirdim, şükür. Kaç dəbirim olardı da. Bunda çıx, bismillah. Bu cürünə dahi oyunu, yəni bu cürünə ölə bilmərəm yəqin ki, yəni. Oyunu yəqin ki, bu cürünü imuna bitirəcəm də, yəni. Çünki bu cürünə bitirməmək yəni olmaz da, yəni. Bilirsiniz, mən keçən bölümdə bəzi dünyamda hilələr haqqında keçən bölümü izləyənlər bilirlər. İzləməmişsə mən də sizə nə deyim. Minecraft'ta olunmağı ən məntiqli şeylərdən birini deyim, alta qazmaq. Bəs dünyada olan ən pis şey isə deyim, qırmıram, qalsın da, neyim də. Və sizə bir kanal verəcəm. Bu da mənim, bilirsiniz də, yəni mən Əli ilə Brawl Stars videosu çəkmişdim. Kanalımda var da, yəni. Bu kanalımda idi, o birisi kanalımda idi, bilmirəm. O videoda Əlinin kanalını bilməm, demişəm ya deməmişəm. Əlinin bir kanalı var, Əlinin bir Brawl Stars. Əlinin bir Brawl Stars və Minecraft çəkdiyi kanalı var. Çoxluqla Brawl Stars çəkir bəlkə. Çünki Əlinin işi gücü oldu olmadı Brawl Stars oynuyor yəni. Minecraft oynuyor yəni. Kivanın yorsunu eləmək üçün
Ne kadar vaxt geçti, divarın yarısını yemişim. 15 dakikadaki video da ya. 15 dakikadaki video da ya. Divarın yarısını belə yememişim. Bu video mənim indiyə qədər çəkdiyim ən uzun video ola bilər. Hətta. Mənim ən uzun videom deyirsən 20'ye yaxın dəqiqəsi var idi. Hə, hep Steve tikmişdim. Yekə Steve tikmişdim. Kreativ modda. Bu dəfə fərqli bir şey nəzəm. Gördüğümün belə bitiyini elədim. Dəqiqəyə yaxın videolar bu. Mən mərdivan düzəldim müvəqqəti tikinti mərdivanı. Çox tikintidən başa çıxaran amma. Bura evimin girişi olacaq yəqin ki. Elə bir giriş fikirləşirəm. Bura qapı da biraz bu tərəflərdə yaxınlaşdıraq. Villager. Ticaretçi villager. Görürüm ben neyse bunu görürüm bu Minecraft'ta bir şeyler olur. Ha ben donuram. Biraz donmadan çekeceğim. Dostlar gelin biz bunu biraz kreatif modda. Çünkü yani survival modda biraz bir çetin olacak da yani. Oy. Yok. Eləməliyəm ya. Bu necə olmaz? Ama yürü Aternos mi deyim bunu. Mod değişemiyorum ha oldu. Dünya əməlli xarab oldu. Uçamıyorum. Bu artık ama modunda da fark oldu. Müəyyən problemlər səbəbindən yəqin ki bu. Evin içine əməlli başlı xarab oldu əməlli başlı Minecraft'ın. Yani bu da Minecraft'ın adı nedendir? Bəzən yorumlarıma biraz bir şeyler yazabilirsiniz yani onlara. Şükür tuttum. İndik gözümürüm. Hareket edemiyorum. Dondum. Belasına dondum. Video saatlerle bile kalacağım yani. Bu ne oldu? Aha düzeldi. Bu ne oldu? Neyse sağ olun. Videonun devamı eğer yani bu devamı gelir yəqin ki. Devamını istəyirsinizsə video like atın, kanala abone olun. Dostlarınızla paylaşın bu videonu. Söndüremiyorum videonu da. Neyse bu videonun sonunu editliyorum. Ha video diyeyim yine. İndi söndürmeyi yoxlam.